Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. Bugünkü video izahda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün qızıl sınağı 7-nin izahına baxacağıq və bu cür video izahlardan xəbərdar olmaq üçün kanala abunə olmağı, bildiriş aktiv etməyi unutmayın. Video izahların sizə bir faydası varsa, siz də dəstək üçün videonu bəyənib paylaşa bilərsiniz. Hər birinizə uğurlar olsun. Dərslərimizə qoşulmaq və ya dərslərimiz haqqında məlumat almaq üçün isə ekranda gördüyünüz nömrəyə zəng vura və ya WhatsApp-da yaza bilərsiniz. Elə isə vaxt itirmədən başlayaq sualların izahına. Birinci suala baxırıq. Birinci sualda bizə deyir ki, hansı müqayisə düzgün deyil? Onluq kəsirlə adi kəsir müqayisə olunursa, daha rahat müqayisə etmək üçün ya hər birini onluq kəsirə, ya da hər birini adi kəsirə çevirməliyik. 0-dan mində 625-i biz mində 625 kimi yazarıq və hər biri 125-ə bölünür. 625-i 125-ə böləndə 5, 1000-i 125-ə böləndə düşər 8. 8-də 5, 8-də 5-ə bərabər, deməli doğrudur. B variantında 0,15-i biz %15 kimi yazarıq. Hər biri bölünər 5-ə. 15-i 5-ə bölərik 3, 100-ü 5-ə bölərik 20. Yəni 20-də 3 və 20-də 3-ə bərabərdir, deməli doğrudur. C variantında 0,7 deyir ki, böyükdür 0,699-dur. Biz deyirik ki, onluq kəsirlərin sonuna istədiyimiz sayda nələr yaza bilərik? Sıfırlar yaza bilərik. Hər birini son, daha doğrusu vergüldən sonraki 3 rəqəmi müqayisə etməyimiz yetərlidir. Bunun 3 rəqəmi 700-dür, bunun 3 rəqəmi isə 699. 700 699-dan böyükdür, deməli doğrudur. D variantına baxaq. Deməli 4-də 1, yəni 1 bölünsün 4-ü onluq kəsir formasına salmaq üçün. 1-in içində 4 0 dəfə, onu bölərik 4-ə, düşər 2 dəfə, 2 4-ün 8, 2 qalar 0 yazanda. 20-ni 4-ə böləndə düşər 5 dəfə. Yəni 0,25. 0,25-in sonuna istədiyimiz sayda dedik 0 yaza bilərik. Və deyir kiçikdir. Nədən? 0,253-dən. Yenə sonuna istədiyimiz sayda deyirik 0 yaza bilərik. İlk 3 rəqəminə baxsaq vergüldən sonra. 250, bu isə 253. 250, 253-dən kiçikdir. Deməli, D variantına doğru. Y variantına baxaq. Y variantında %3-dür. Biz arxasına deyirik sonsuz sayda sıfırlar yaza bilərik. Deyir ki, böyükdür. 0,1000-də 101-dir. 0-ın biri artıq getdi, 101-dir. Deyirik ki, sonuna istədiyimiz sayda 0 yaza bilərik. Baxaq ilk 3 rəqəminə. İlk 3 rəqəmi burada 101, burada isə 30. 30 101-dən böyükdürmü? Xeyr. Deməli, yanlış olan, düzgün olmayan Y variantı. Keçək növbəti suala. İkinci suala baxırıq. İkinci sualda deyir, bir fermer bazara 4 yeşik alma və 3 yeşik armud gətirdi. Onların ümumi çəkisi 118 kiloqramdır. Almaların ümumi çəkisi, yəni 1 kiloqram A ilə ifadə edək, armudları isə B ilə. 4 yeşik, onda olar 4A və 3 yeşik armud 3B. Ümumi çəkisi deyəndə, yəni toplayırıq. Bunların cəmi bərabərdir 118 kiloqrama. Sonra isə deyir, məlumdur ki, 2 yeşik almanın 2 yeşik alma 2A eləyir. 2 yeşik almanın çəkisi. 1 yeşik armudun çəkisindən, 1 yeşik armudun, yəni 1B çəkisindən 4 kiloqram çoxdur. Deməli, 2A-dan 1B-ni çıxanda həmin o 4 kiloqrama nə olmalıdır? Bərabər. Bu da bizə nəyi verir? Sistem tənliyini verir. Və bizdən soruşur ki, 1 yeşik alma ilə 1 yeşik armudun birlikdə çəkisi. Sistem tənliyində də müxtəlif cür həll edə bilərik. Əvəz etməklə, eyniləşdirməklə və s. Eyniləşdirmə biz üçün daha əlverişlidir. Üstə 4A üzərinə gəlinsin 3B bərabərdir 118 olduğu kimi qalar. Aşağıda hər tərəfi 3-ə vuraraq ki, çünki bu 1B-dir, bu 3B-dir. Biri toplamadır, biri çıxmadır. Toplama çıxma olanda fərqli işarələr, tərəf-tərəfə toplayanda islah olur. Aşağıda isə 3-ü 2-yə vuranda 6A, çıxısın 1-i 3-ə vuranda 3B bərabərdir 3 4-ün 12. Tərəf-tərəfə toplayanda burada. Deməli, 4A üstə 6A 10A edər. Üstə gəlsin 3B, çıxılsın 3B. Toplayanda tərəf-tərəfə, yəni hər hansı bir ədədin üzərinə 3 gəl, 3 çıx. Və yaxud da 3B gəl, 3B çıx. Yəni bir-birini islah olur. 10-a bərabərdir. 118 üstə də 12 gələndə 130-a. 130-u 10-a böləndə A bərabər olar 13-ə.
Yəni almanın 1 kiloqram, belə daha doğrusu 1 yeşik almanın çəkisi oldu 13 kiloqrama. 13 yazaq, bir saniyə. İndi isə armudun çəkisini tapaq. Hər hansı birində istəsəz birincisində, istəsəz ikincisində A-nın qiymətini yerinə qoyub B-ni tapa bilər. Deməli 2A çıxılsın 1B bərabər idi 4-ə. A-nın yerinə 13 qoysaq 2 vur 13-ə çıxılsın 1B bərabər 4-ə. 2-ni 13-ə vuranda 26. Onda B bərabərdir 26-nın özündən 4-ü çıxanda bu deyilir 22. Yəni armudun, bir yeşik armudun çəkisi 22. A-nı isə neçə tapmışdıq? 13. İkisinin birlikdə çəkisi nə qədərdir? 22 üstə gələrik 13'ü. İkisi birlikdə olar 35 kiloqram. Cavabımız olar B variantı. Keçək növbəti suala. Üçüncü suala baxırıq. Üçüncü sualda şair oxumalı olduğu böyük bir kitabın əvvəlcə 6'da 1 hissəsini, daha sonra qalan səhifələrin 5'də 2 hissəsini, üçüncü gün qalan səhifələrin 4'də 3 hissəsini oxuyub və deyir, hələ oxumamış 30 səhifəsi qaldığını bilərək, ikinci gün nə qədər, neçə səhifə oxuyub. Bu tür məsələləri kəsrlə də yaza bilərsiniz, xəli ədəd verməklə də yaza bilərsiniz. Amma burada bir yol göstərək, bu yoldan daha rahat həll etmə olacaq. Yəni buna deyək, geri qayıtma yolu, qayıtma. Bu yoldan daha rahat həll edə bilərik. Geri qayıtmada necədir? Əgər sonda bizə baxın nə deyirdi? Deyir ki, səhifələrin 4'də 3 hissəsini oxuyub. Əgər 4'də 3 hissəsini oxuyubsa, belə qeyd edək. 4'də 3 hissəsi oxunubsa, qalan nə qədərdir? Q ilə yazaq. Qalan. Belə də yazaq. Qalan deməli 4'də 1 idi. Və deyir ki, 4'dən 3'ün çıxanda 4'də 1 qalır. Deyir və qalanda 30 səhifəsini oxuyub. 4'də 1-i 30 olan ədəd tapmaq üçün 30 böl 1-ə hissəsinə görə tapanda sürətinə bölüb məxrəcinə vur. Vururuq 4'ə, bu deyilər 120. Sonra yenə geri qayıdaq. Bizə deyirdi ki, qalanının 5'də 2 hissəsini oxuyub baxın. 5'də 2 hissəsini oxuyubsa, baxın belə qeyd edir. 5'də 2 hissəsi oxundu. 5'dən 2'sini çıxanda qalan nə qədər olur? Qalan olur 5'də 3. Və biz də qalan nə qədər tapmışıq? 120. Yəni 5'də 3 hissəsi 120 olan ədəd tapmaq üçün 120'ni bölməliyik 3'ə və vurmalıyıq 5'ə. 3'ə böləndə 40, 40'ı 5'ə vuranda 200. İndi biz burada yenə geri qayıdıb kitabın ümumi nə qədər səhifəsi var tapa bilərik. Amma heç ehtiyac yoxdur. Nəyə görə? Çünki bizə deyir ki, ikinci gün neçə səhifə oxuyub. Birinci gün oxuyub bitirəndən sonra 200 səhifəsi qalmışdı. Düzdürmü? Burada qeyd etdiyimiz kimi. 200 səhifəsi qalıb. İkinci gün nə qədərsini oxuyub deyir bunun? Deyir ki, 5'də 2 hissəsini. Yəni elə bizə nə lazımdır? 200'ün 5'də 2 hissəsi. 200'ü bölərik 5'ə. Düşər 40, 40'ı da 2'yə vuranda 80. Bu ilə də bitdi. Yəni artıq tam axıra qədər də geri qayıtmamıza heç ehtiyac olmadı. Qeyd etdiyim kimi kəsirlə də, xəli ədədlə də yaza bilərsiniz. Amma geri qayıtma yolu ilə daha tez bazar cavabımızı tapmış olarıq. Keçək növbəti suala. Dördüncü suala baxırıq. Dördüncü sualda diaqrama əsasən bir ailənin aylıq büdcəsində təhsil və kommunal xərclərinin cəmi 420 manatdırsa, qida və yol xərcləri arasındakı fərq neçə manatdır? Baxırıq, deməli təhsil qırmızı rənglə göstərilib və təhsil neçə dərəcə uyğundur? 80 dərəcə. Dairəvi diaqramda biz bilirik ki, ümumi 360 dərəcədir. Ki, onsuz burada ehtiyac yoxdur. Toplasaq hər birinin 360'ı da görə bilərik. Deməli 80 dərəcə təhsilə və kommunal xərclər. Kommunal da hansı rənglə göstərib? Sarı rənglə. 60 dərəcədə bu. Cəmi deyir axı. Cəmi dediyinə görə 80 üstə 60 dərəcə bu eləyir 140 dərəcə. Və deyir ki, 420 manatdır. 140 dərəcəyə 420 manat uyğundursa, 1 dərəcə nə qədərdir? 420'ni bölərək 140'a düşər neçə? 3 manat. Yəni 1 dərəcəyə nə qədər yerləşir? 3 manat yerləşir. Bizlərə soruşur ki, qida və yol xərcləri arasında fərq neçə manatdır? Qida və yol. Hər birinin indi ayrıca qidanı da tapmaq üçün, məsələn, qida yaşıl rəngləndi, 75'i 3'ə vurarsınız və s. Amma onsuz bizdən fərqi soruşmurmu? Bir dəfəni tapaq. Deyərək ki, qida nə qədərdir? Qidanı bax burada yaşıl rənglə göstərir. Qida 75 dərəcə və yol. Yolu da göstərib, deməli buradakı mor rəngini oxşuyur da mora. 35 dərəcə. 75'dən 35'in çıxanda yerdə qalır neçə dərəcə? 40 dərəcə qalır da, düzdürmü? Yəni fərqləri onsuz 40 dərəcə. Və biz də dedik ki, 1 dərəcəyə
3 manat düşürsə 40 dərəcəyə nə qədər? 40-ı da vuranda onda 3-ə, bu da eləyər 120 manat. Yəni cavabımız olar B variantı. Ayrı-ayrı da tapa bilərdiniz. 75-i 3-ə vurub 225 deyərdiniz qida, yol isə 35-i 3-ə vurub 145-dir. Və bunlar arasında nəyi tapardınız? Fərqi tapmış olardınız. 225-dən, burada qeyd edirik 225-dən 35-i 3-ə vuranda daha doğrusu 105 eləyir. 105-i nə edirdi? Çıxardı. Yerdə qalardı neçə? 120 dərəcə. Keçək növbəti suala. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir, bir düzbucağlının eni uzunluğunun 5-də 3 hissəsinə bərabərdir. Bir dənə düzbucaqlı çəkək. Düzbucaqlının eni uzunluğunun 5-də 3 hissəsi deyirsə, daha rahat olsun deyə mən. Biz uzunluğuna 5x, çünki 5-in 5-də 3-ü daha rahat tapılır. 5-i 5-ə böləndə 1, 1 üçündə 3x, eninə də 3x deyə bilərik. Və yaxud da uzunluğuna x desəz, eninə 5-də 3x deyəcəksiniz. Bu da kəsr yolu nə olacaqdır? 2 səhvdirmi? Xeyr, təbii ki, səhv deyil. Sadəcə biz bu yolla yazırıq ki, daha tez bazar həll edək. İndi bizə deyir, bu düzbucağın enini 6 sm artırıb. Enini 6 sm artırıb. Yəni 3x-dır 6 artırdı və uzunluğunu isə 4 sm azaltsaq. 5x-dır 4 də azaltsaq. Kvadrat alınır. Yeni fiqur kvadrat. Və biz bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Deməli, kvadrat alınırsa, artıq tərəflər bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Və bu tənliyi həll etsək, 4-ü keçirdən sola 6 üstə 4, 10. 3x sağa keçəndə 5-dən 3-ün 2x. 10-u böləndə 2, x bərabər olar neçəyə? 5-ə. Deməli, əvvəlki düzbucağının uzunluğu 5-i 5-ə vuranda 25, eni isə 3-ü 5-ə vuranda 15. Bizdən də deyir ki, əvvəlki düzbucağının sahəsi neçə kvadrat santimetr? Sahəsi S bərabərdir A vurulsun B. Yəni enin uzunluğa vurmaqla tapılır. Bunda olacaq 25 uzunluq, vur enə 15. Bu da edəcək 375 kvadrat santimetr. Cavabımız olacaq Y variantı. Keçək növbəti suala. 6-cı suala baxırıq. 6-cı sualda deyir, aşağıdakı cədvəldə 6 fərqli filialın aylıq gəlirləri verilib. Yəni 1000-dən, yəni sonda tapandan sonra 1000-ə vurmağımız yetərlidir. Sonra deyir, bu filialların aylıq gəlirlərinin medianını və ən böyük fərqinin cəmini tapın. Medianı, yəni statistik ortanı tapmaq üçün biz dedik, ədədləri kiçikdən böyüyə doğru birinci düzürük. Ən kiçik ədəd burada neçədir? 38. Yazırıq 38. Sonra gəlir 45, 45-i yazırıq. Sonra 45-dən sonra 54, 54-ü yazırıq. 54-dən sonra 62, 62-dən sonra yazırıq 70, 70-dən sonra 85. 70 və 85. Əgər ədədlər tək saydadırsa, məsələn, burada cüt saydadır, 6 ədəddir. Tək sayda, yəni 5 ədəd olanda, sonra 7 ədəd olanda, 9 ədəd olanda və s. Tək ədəd olanda ortadakı ədəd, yox, buradakı kimi cüt saydadırsa, ortada qalan 2 ədəd hansı olur? 54 və 62. Bunların cəmi toplayıb, 54-ün 62-ni toplayıb, bölürük neçəyə? 2-yə. Bu da edər deməlim. 4 üstə 2, 6, 5 üstə 6, 11. 116-nı böləndə 2-yə. Düşər 5, 16-nı böləndə 8. 58.000. Yəni, əvvəlcədən də 1000-ə vura bilərsiniz. Və yaxud da onsuz sonda 1000 azı ilə burada qeyd etmişdir. Tapandan sonra 1000-ə vura bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni, 58, o demək ki, 58.000. Sonra isə ən böyük fərqi. Ən böyük fərqi deyirik ki, ən böyük ədəddən ən kiçik ədədi çıxılanda tapılır. Ən böyüsü nə qədərdir? 85. Ən kiçiyi nə qədərdir? 38. Onda 85.000-dən çıxarıq 38.000. 15-dən 8, 7 və 7-dən 3, 4. 47.000 də buradan. Və bizdən soruşur ki, bunların cəmini tapın. Cəmini tapmaq üçün də. Onda 58.000 üzərinə gəlir 47.000-i. 8, 7, 15. 5, 9, o da 1, 10. 105 1000-lə, baxın, burada deyim, 1000 azı ilə qeyd edin, baxın. Sonda vurarıq 1000-ə, 105 ilə nə vuranda 105.000. Yəni, cavabımız etdi A variantı. Keçək növbəti suala. 7-ci suala baxırıq. 7-ci sualda deyir, qrafik çəndəki suyun sabit sürətlə azalmasını göstərir. Başlanğıcda 250 litr su olan çəndə 6 saat 24 dəqiqə sonra neçə litr su qalır? Başlanğıcda 250-dir və neçə saata kimi gəlir? Qrafikə baxsaq, 4 saata kimi. 4 saata kimi nə qədəri
ümumi belə deyək ki, azalıb. Əvvəl 250 idi. 250-dən düşüb neçəyə? 150. Nə qədər azalıb? 250-dən çıxanda 150-si yerdə qalır 100 litr. 100 litr neçə saat azalıb? Baxın, zamanı da qeyd edib. 0-dan 4-ə kimi, yəni 4 saat ərzində 100 litr azalıb. Onda 1 saata nə qədər azalır? 100 litri böləndə 4-ə 1 saata 25 litr azalır. Və bizə deyir ki, 6 saat 24 dəqiqə sonra neçə litr su qalar? 6 saat 24 dəqiqə, 6 saat 24 dəqiqə kimi yazır. Və D ilə qeyd edək. 6 tam, 1 saatımız 60 dəqiqədir axı. Məsələn, bizə desələr ki, 180 dəqiqə neçə saatdır? 180-i 60-a bölməli deyilik. Bəs onda 24 dəqiqə neçə saatdır deyəndə 24-ü bölməliyik 60-a. Yəni 60-da 24. Və 60-da 24 hər biri 12-yə bölünür. 6 tam, yəni 6 saat olduğu kimi yerində. 24-ü 12-yə böləndə 2, 60-ı 12-yə böləndə 5. 6 tam 5-də 2 saat. 6 5-in 30, o da 2. 5-də 32 saat deməkdir. Və yaxud da 32-ni 5-ə böləndə 6 tam onda 4 saat da buna deyə bilərik. Yəni 6 saat 24 dəqiqə ilə 6 tam onda 4 saat deməkdir. Və 1 saata biz dedik ki, nə qədərdir? 25 litr azalırdı. Bəs 5-də 2 saata nə qədər azalacaq? 5-də 2-ni vurmalıyıq nəyə? 25-ə. Dediyim kimi, onluq kəsrə də çevrə vura bilərsiniz. Yəni 6 tam onda 4-ü 25-ə vurmaqla 5-də 32-ni 25-ə vurmaq eyni şeydir. Və burada ixtisarı yaparsaq, hər biri 5-ə bölünər, 5 qalar və 5-i 32-yə vuranda bu deyilər 160 litr. Yəni 6 saat 24 dəqiqə ümumilikdə 160 litr nə olacaq? Su azalacaq. Nə qədəsi qalacaq? Ümumi 250 litrdir axı. 250-dən 160-ı azalırsa yerdə qalır deməli 90 litr. Cavabımız olur C variantı. Keçək növbəti suala. 8-ci suala baxırıq. 8-ci sualda deyir, 2 rəqəmli ədədin təşkillər mərtəbəsindəki rəqəm, onluqlar mərtəbəsindəki rəqəmdən 5 vahid böyükdür. 2 rəqəmli ədədimiz olsun, AB ilə işarə edək. Və yadda saxlayaq ki, bizə deyir ki, təşkillər mərtəbəsindəki rəqəm, onluqlar mərtəbəsindəki rəqəmdən 5 vahid böyük. AB-nin açılışını burada qeyd edək, yadımızda qalsın bir daha. 2 rəqəmli ədədin açılışında biz nə deyirdik? A onluqda durub deyibəm, bu 10, A deməkdir. B isə təşkildə durduğuna görə 1B, yəni B deməkdir. Necə ki, məsələn, tutaq ki, deyirəm ki, 38. 38 olsun və yaxud da 47 olsun. Açılışlar necə olur? 3 dənə onluq, yəni 3 vur 10-a, 3 onluqda durduğuna. Üzərinə gəl 8 vur 1-ə. 47-də 4 vur 10-a, 4 dənə onluq. Üzərinə gəl 1 vur 7-yə, yəni təşlikdə 7-dir, yəni 1 dənə 7 olduğuna görə 1 vurulsun 7. Ona görə A onluqda durduğuna görə 10-a, B təşlikdə durduğuna görə 1-1-nin elə B olmuş olur. Bu yadımıza düşdüsə, davam edək. Deyir ki, təşkillər mərtəbəsindəki rəqəm, yəni B, onluqlar mərtəbəsindəki rəqəmdən, yəni A-dan 5 vahid böyük. Yəni B çıx A bərabərmiş nəyə? 5-ə. Sonra isə deyir ki, bu ədədin rəqəmlərin yerini dəyişdikdə, yəni artıq B A olanda, bunun açılışı artıq nə olur? 10 B bu səfər üzərinə gəl A. Rəqəmlərin yerini dəyişdikdə alınan ədədlə əvvəlki ədədin cəmi 121. Əvvəlki ədəd 10A üzərinə gəl B idi. Sonrakı ədəd isə 10B üzərinə gəl A oldu. Bunların deyir cəmi deyəndə nə etməliyik bunları? Toplayırıq. Bir dəfəni aşağıdan yazaq. 10A üstə A gələndə 11A üzərinə gəlsin. 10B üstə də B gələndə 11B bərabərdir deyir 121-ə. Onu da deyirik ki, burada hər tərəfini nə edərik? Hər biri 11 və burada 121. Hər biri ilə 11-ə bölünürmü? Bölünür. 11A-nı 11-ə böləndə A, üzərinə gəl 11B-ni 11-ə böldük B, 121-i də 11-ə böləndə 11. A üstə gəl B 11 oldu. B çıxılsın A-nı da sağ olsun özləri şərtdə vermişdi, düzdürmü? Sağ olsun deyəndə necə sağ olun, özüm sağ. Çıxılsın B çıxılsın A da bərabərdir nəyə? 5-ə. Və deməli bu rəqəmlərin cəmi 11-dir, fərqləri isə 5. Tərəf-tərəfə toplayanda alar gedər, B üstə B 2B bərabərdir. 5 üstə 11, 16-ya, 16-nı 2-yə böləndə B bərabər olur 8-ə. İstəyir birincisində, istəyir ikincisində yerinə qoyun. B-nin yerinə 8 qoyunda 11-dən 8 çıxanda A 3-dür.
Və yaxud da 8-dən neçə çıxanda 5 eləyir? 8-dən 5-in A3-dür. A da bərabər olur 3-ə. Ədədimiz burada qeyd etmişdik. AB ədədidir. Yəni burada yazaq. A oldu deməli neçə? 3, B-də 8. Ədədimiz 38 ədədiymiş. Yerini dəyişəndə 83, toplayanda 121 olur. Əvvəlki ədədin rəqəmlər hasili, yəni 3 vur 8-ə, cavabımız olar 24. C variantı. Keçək növbəti suala. 9-cu suala baxırıq. 9-da ailədə ata, ana və 3 uşaq var. Qeyd edək, ata, ana və 3 uşaq. Böyük uşaq, ortancıl və kiçik. Uşaqların yaşları ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərdirsə, tək ədədləri 2 artır axı. Kiçik uşağın yaşı x olsa, ortancıl bundan 2 yaş böyük, x plus 2 olacaq və böyük uşağın yaşı x plus 4 olmuş olacaq. Sonra bütün ailə üzvlərinin indiki yaşları cəmi 120. İndi A, AB də yaza bilərsiniz. Amma şərti sona qədər oxuyanda biz üçün daha əlverişli həll usulu görsənir. Ortancıl uşaq anadan olanda ananın 26 yaşı vardır. Ortancıl uşaq x plus 2 yaşındadır axı. Ortancıl uşaq anadan olanda, yəni 0 yaş olanda ananın 26 yaşı. Yəni 1 yaşı olanda ananın 27. 2 yaşı olanda 28. 3 yaşı olanda 29. Belə davam edir. Yəni ana hər zaman ortancıl uşaqdan, yəni x plus 2-dən neçə yaş böyük olmalıdır? 26 yaş böyük olmalıdır. Yəni ananın yaşı ortancıl uşağın yaşından x plus 2-dən plus 26 böyük. Ananın yaşı olur nə qədər? X plus 28. Və əvvəl nə vermişdi? Ata da anadan 3 yaş böyük axı. İndi daha rahat oldu, artıq bir dəyişənən oldu. Ananın yaşı x plus 28. Ata bundan 3 yaş böyük deyəndə üzərinə nə gəlməli? 3 gəlməli. 28 üstə 3. Bu da edər 31. Yəni atanın da yaşı olur x plus 31. Və bitdi. Cəmləri demirdik 120. Deyirik ki, x-ların sayı 1, 2, daha doğrusu bu tərəfdə göstərək. 1, 2, 3, 4, 5. 5x üzərinə gəlsin. 31, 28. Bu edər 59. Üzərinə 4 gəndə 63. Üzərinə 2 gəndə 65. Yaşlar cəm bərabər 120. 120-dən 65. 5x bərabərdir 55-ə. 55-i 5-ə böləndə x bərabərdir 11-ə. Deməli, kiçiyin yaşı 11. Ortancılın yaşı 13. Böyük uşağın yaşı eləyir deməli 15. Ananın yaşı 11 üstə 28. Bu eləyir 39. Atanın yaşı 11 üstə 31. Bu deyir 42. İndiki yaşı ilə böyük uşağın indiki yaşı ilə atanın indiki yaşının fərqi. Böyük uşağın indiki yaşı 15-dir və atanın da indiki yaşı 42-dir. Fərqi deyəndə 42 çıx 15 cavab edir 27 A variantı. Keçək növbəti suala. 10-cu suala baxırıq. 10-cu sualda ardıcıl gələn 6 cüt ədədin cəmi 294-ə bərabərdir. Bu ədədlərin ən böyük, ən kiçiyinin cəminin yarısı neçədir? Sadə suallarımızdan biridir. Cüt ədədlər də, tək ədədlər də dedik ki, vahid artaraq və yaxud da azalaraq davam edir. Yəni birinci ədəd x olsa, ikinci ədəd x plus 2, üçüncüsü x plus 4, x plus 6, x plus 8 və x plus 10 bu ardıcıllığına davam edir. Və cəmi deyəndə bunları toplayırıq. Neçə x görürük? 6x. Üzərinə gəlir 2, 4, 6, 8. Onu toplayanda 30. Bərabərdir 294-ə. Bunda 6x bərabərdir 294-dən 30-un çıxanda 264-ə. 6-ya böləndə düşər 4 dəfə və 4, bir də böləndə düşər elə 4, 44. 6, 4, 24, 6, 24, bəli. İkisi tapdı 44. Yəni bu ədədlər 44, 46, 48, 50, 52 və 54. Ən böyüklə ən kiçiyinin cəminin bir də nəyini tapmalıyıq? Yarısı. Ən böyüyü 54, ən kiçiyi 44. 54 üstə gəlir 44-ü. Bu edər 8, 98. Yarısı deyəndə 98 bölü 2. Cavab edər 49. D variantı. Keçək növbəti suala. 11-ci suala baxırıq. 11-ci sualda diaqrama əsasən kitabxanada ümumi 2000 kitab varsa, dedektiv janrda olan kitabların sayı neçədir? Ki, bizdə bunları bizə verilən dairəvi diaqram və ümumi sütun üzrə göstərilən rəngli diaqramdan istifadə edib tapmalıyıq. Kitabxanada ümumi 2000 kitabdır. Və 2000 kitabın bədi olanları hələ biz tapaq. Bədi deyir ki, 30%-dir. Digərləri 70%.
Bizim işimiz bədi iləndir. Çünki bədi kitablarında burada ümumi sayın verib. Şeir nə qədər, roman nə qədər və dedektivi bizdən soruşur. 2000-in 30%-ni, yəni ədədin 30%-ni tapmaq üçün faiz göstərən ədədə vurub nəyə bölürük? 100-ə bölürük. Bu da edər nə qədər? 600. Deməli, ümumi bədi 600 kitab var. Və dedektiv, şeir, roman. Bunların hamısı bir işi nə qədər etməlidir? 600 kitab etməlidir. Burada artıq göstərir. Roman nə qədərdir? Roman deməli 250. Üzərinə gəlsin. Şeir nə qədərdir? Burada işarə ilə göstərilib, yəni rəng ilə. 150. Dedektiv nə qədərdir bilmirik. Baş hərfini yazaq. Dedektiv bərabərdir nəyə? Deməli 600. Onda dedektiv bərabər olacaq. 250 üstə 150. 400. 600-dən də çıxanda 400-ün yerdə qalar neçə? 200. Yəni dedektivdə 200-də cavabımız olur B variantı. Yəni bu formada şəkillə, diaqramla görəndə sizə çətin gəlməsin. Bu tip suallar əslində daha sadə olmuş olur. Keçək növbəti suala. 12-ci suala baxırıq. 12-ci sualda bərabər yanlı üçbucağın perimetri 72 sm-dir. Bərabər yanlı üçbucağın bilir ki, həm yan tərəfləri, həm də yan bucaqları bir-birinə bərabərdir. Və deyir ki, onun yan tərəflərindən biri oturacağından 12 sm uzundur. Əgər oturacağına x versək, yan tərəfi onda olacaq x plus 12. Deməli, digər yan tərəfdə bərabər olduğuna görə bu da x plus 12-dir. Və perimetri də 72 idi. Perimetr deyəndə bütün tərəflərin cəmi olur. X, x və x. Yəni 3x, üzərin gəlsin 12 üstə 12, 24. Bərabərdir 72-yə. 72-dən 24-ün çıxsaq 3x bərabər olar 48-ə. 48 3 səbəndə x bərabərdir 16. Bizdən də soruşur oturacağı neçə santimetr? X-ını ifadə etdiyimizə görə oturacağı ilə 16 santimetr. Yox, əgər yan tərəfini soruşsaydı 16 üstə 12 gəlir, deyərdi 28. Keçək növbəti suala. 13-cü suala baxırıq. 13-cü sualda uzunluğu 4,5 km olan yolun hər 100 metr üçün 12 ton asfalt işlədir. Hər 100 metr üçün deyirsə. Birinci 4,5 kilometri, 4,5 km. Metrə çevirmək üçün vurmalıyıq minə. Çünki 1 kilometr mindir axı. Minə vuranda 0,1 ilə vergül gedər. 45 vur 100-ə 4500 metr deməkdir. Hər 100 metr üçün deyəndə 4500-ün içində neçə 100 var? 4500-ü 100-ə böləndə düşür 45. Yəni 45 dəfə bu təkrarlanır. Və 12 ton asfalt işlənir. Yəni 45 dəfə 12 ton o deməkdir ki, 45 vurulsun 12-yə cəmi neçə ton asfalt olacaq? Deməli, 45-i 10-a vuranda 450, 45-i 2-yə vuranda 90. 450 o da 90, 540 ton asfalt etmiş olacaq. Və bizə deyir ki, 1 ton asfaltın qiyməti 85 manat təşkil edir. Və sonda 540 ton asfaltı nə qədər olacaq? 540-ı vurmalıyıq nəyə? 85-ə. Bu da bərabər olar 40.000, oradan gələndə 45, 45.900-də. Ümumi oldu 45.900 manat, yəni nəyin qiyməti? Asfaltın qiyməti. Layihə büdcəsinin və bizə deyir ki, layihə büdcəsinin 0,6 hissəsini asfalt xərclərinə. 0,6-nı da biz necə yaza bilərik? Bax, burada qeyd edək. 0,6 bərabərdir 10-da 6 deməkdir. 2-yə bölsə, yəni 5-də 3 hissəsidir. Onluq kəsirlə göstərə bilərik belə də. 5-də 3 hissəsi asfalt xərclənir. Asfaltın da xərci nə qədərdir? 45.900-dür. Yəni 5-də 3 hissəsi, həmin bu 5-də 3 hissəsi 45.900 manat təşkil edir. Onda 5-də 3 hissəsi 45.900 olanı tapmaq üçün hissəsinə görə də tapanda nə edirdik? Ədədi, yəni 45.900-da hissə göstərən kəsirin sürətinə, yəni 3-ə bölüb 5-ə vuraq. 3-ə böləndə düşər 15, 3, yəni 15.300. 15.300-ü də 5-ə vuranda bu da bərabər olar 0, 0 yazır, 5 üçün 15, 75, o da 1, 76. 76.500. Deməli, ümumi ayrılan pul nə qədərmiş? Ümumi ayrılan pul 76.500-müş. Və bunun da 45.900-u asfalta xərclənib. Və deyir ki, qalanı isə 40 işçinin əmək haqqına ayrılıb. Qalan nə qədər olacaq? Əgər 5-də 3 hissəsi asfaltdırsa, qalan 5-dən 3-ün çıxanda 5-də 2 hissəsidir. 5-də 2 hissəsi də nə qədərdir? 76.500-ün ümumiyyətlə belə də yeyə bilərsiniz. 76.000 hər dəfə rəng yadımdan çıxır. 76.500-dən çıxarsınız 45.900
900-ün, yəni asfalt xərcini çıxanda yerdə qalan taparıq. 0, 0 yazdı. 15-dən 9, 6 və 75-dən 45, 30. 30.600 B-də tapa bilərdiniz. Və yaxud da 76.500-ü, belə qeyd edək, 76.500-ü bölüb 5-ə vurardınız 2-yə. Yenə cavab elərdi 15.300, 2-yə vuranda 30.600. Belə də tapmış olur. Deməli, yerdə qalan da oldu nə qədər? 30.600. Və deyir ki, bu yerdə qalanı, bu hissəni silək, neçə işçi arasında? 40 işçinin əmək haqqıdır. Və hər bir əmək haqqı da bərabərdir. Ümumi əmək haqqını soruşur ki, nə qədərdir? 30.600-ü 40 nəfərə böləcəksə, böləndə 40-a. Sıfırlar buradan gedər. 30-un içində 4, 7 dəfə 28, 26-nı böləndə düşər. Deməli, 6 dəfə 2 qalar, 20-ni böləndə 5. Yəni, hər işçiyə 765 manat pul düşmüş olar. Cavabımız olar C variantı. Keçək növbəti suala. 14-cü suala baxırıq. 14-cü sualda katerin durğun sudakı öz sürəti çayın axın sürətindən 8 dəfə çoxdur. Deməli, kater və çay axın ilə yazaq. Axın ilə, bir də axına qarşı. Deməli, çayın sürətini x götürsək, katerin öz sürəti bundan 8 dəfə çox, 8x olacaq. Və sonra deyir, kater çayın axınına qarşı. Nə qeyd etmişdik yoldaşlar? Axına qarşı gəlmək nə deməkdir? Mənə qarşı mı gəlirsə, mənə qarşı çıxmaq. Yəni, qarşı gəlmək, qarşı çıxmaq. Eyni olduğuna görə. Axına qarşında deməli, katerin sürətindən 8x-dən çıxırıq çayın sürətini, x-in axına qarşı sürəti olur 7x. Axın ilə sürətini də yazaq. Axın ilə deyəndə isə sürətlər nə olur? Toplanır. 8x kater, çayda x, bu deyilir 9x. Yəni, yadımızda qalsın. Və deyir ki, axına qarşı 5 saata 140. Biz bilirik ki, sürəti, yəni V vurulsun T, sürəti zamana vuranda S, yəni yolu tapmış olur. Və axına qarşı sürəti nə qədər oldu? 7x. Deməli, 7x-i vursaq 5 saata, 5-ə vuranda bu bərabər edir 140-a. 7, 5-in 35, x-i tapmaq üçün 140-ı bölərik 35-ə. X də bərabər olar buradan neçəyə? 4-ə. Yəni, katerin sürəti 8 vur 4-ə 32, çayın sürəti 4, axın ilə 32 üstə 4, 36 və yaxud da 9 4-ü 36. Axına qarşı 8-dən 32-dən 4-ün çıxanda 28 və yaxud da 4 vur 7-yə 28. Yəqin ki, aydın olmuş olar. Və bizə deyir ki, bu kater eyni çayda axın istiqamətində hərəkət edərsə 3 saata nə qədər görə? Axın istiqamətində, yəni axın ilə. Axın ilə sürət 36-dır axı. 3 saata nə qədər gedər? 36-nı vurarıq 3-ə. Cavab edər 108. D variantı. Keçək növbəti suala. 15-ci suala baxırıq. 15-də 8 müxtəlif ədədin ədədi ortasını hesabladıqda 36 olduğu məlumdur. Daha doğrusu məlum olmuş. Ədədi orta nə idi? Yadımıza salaq. Ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsi. Yəni, 8 ilə toplayıb 8-ə böləndə 36 alıbsa, onda 36-nı biz vursaq 8-ə, bu ədədlərin cəmini tapa bilərik. 8 altın 48, 4 yadda, 8 üçün 24 olur, 4, 28. Deməli, 8 ədədin cəmi 288-miş. Sonra deyir, bu qrupa, daha sonra bu ədədlər qrupuna hər birinin qiyməti 54 olan daha neçə eyni ədəd əlavə etmək lazımdır ki, yeni yaranan bütün ədədlərin bir işdə ədədi ortası 42 olsun. Yəni, biz bu 288-in üzərinə neçə ədəd 54 gəlmişik? 1 ədədmi, 2 ədədmi, 3 ədədmi və s. Biz bunu bilmirik. Nə qədər olsun? Bilmədiyimizə görə də x-ına ifadə edirik. Yəni, 5-dən 54 gəlmək 5 vurulsun 54 deməkdir. 7-dən 54 gəlmək 7 vurulsun 54 deməkdir. X saydır 54 gəlmək 54 vurulsun x deməkdir. Bu qədər oldu nə? Deməli, 54. Və əvvəlki ədədlə də topladıq. Yəni, əvvəlki ədədlərin də cəmi 288-dir axı. Ədədi orta dedik, verilən ədədlərin cəminin sayına bölünməsi. Bəs sayı nə qədərdir? Deyirik ki, 8 ədəd əvvəlcədən var idi. Düzdürmü? 8 ədəd buradan. Üstə gəlsin. Əlavə neçə ədəd gəldi? Əlavə də deyirik ki, x sayda ədəd gəldi. Bilmirik. 54 dənə x vardı axı. Məsələn, 7 dənə olsaydı, 8-in üstünə 7 gəlib, deyərdi 15 dənə. Tutaq ki, 10 dənə x olsaydı, yəni 10 dənə 54 olsaydı, əvvəlcədən də 8 dənə, 8 üstə 10 gəlib, deyərdi artıq oldu 18 dənədir. X sayda olduğuna görə 8 üstə gəlsin x-a. Yəni, ədədlərin cəmi yenə də sayına bölməliyik. Və həmin vaxtda ədədi orta deyir, neçə alınsın? 42.
Bölünən bölən qismət kimi. Onda çarpaz şəkildə biz qisməti vururuq nəyə? Bölənə. 42-ni 8-ə vuranda 8 2 16, 8 32, o da 1 33. 336 üstə gəl, x-i 42-yə vuranda 42x bərabərdir 54x. Üzərinə gəl 288. 336-dan 288-in çıxanda 16-dan 8-in 8, 2-dən 12-dən 8-in çıxanda 4, 2-dən 2 0 bərabərdir. 54-dən də 42-ni çıxaraq yerdə qalar 12x. 48-i 12-yə böləndə x da bərabər olar 4-ə. Yəni 4 dəfə 54, 54, 54 gəlsə həmin ədədlərin üzərinə və toplayıb artıq 8 üstə 4 neçə eləyir? 12. 12-yə bölsək ədədi ortaq 42 olmuş olacaq. Yəni cavabımız oldu D variantı. Növbəti suala baxaq. 16-cı sual saat məsələsinə aid sualdır. Müxtəlif cür həll edə bilərsiniz. Növbəti günə çatması üçün nə qədər zaman lazım və s. Daha rahat yollarla birində göstərək bu formada. Deməli 21:50-də yola düşüldü. 21:50 burada da qeyd edirəm. 21:50-də yola düşdü. 8 saat 45 dəqiqə yol. 8:45-də bunun altından yazdım. Sonra 1 saat 15 dəqiqə fasilə. 1 saat 15 dəqiqədə fasilə. Saat saatin altından, dəqiqə dəqiqənin altından. Sonra daha sonra 3 saat 30 dəqiqədə yol gedib. 3 saat 30 dəqiqədə buradan. Ümumi bunları nə edərəm? Toplayaram. Yəni növbəti zamanlardır. Toplayanda 50 üstə 45 ya da 5 5 10 0 1 yadda. 5 4 9 10, o da 3 13, o da 1 deməli 14 140. Səhv eləmirəmsə 140 olmalıdır. Deməli 45 üstə 15 60 90 140. Bəli, 140 dəqiqə. Bax bu dəqiqədir. Dəqiqə. Saatlar isə 21 üstə 8 29 30, o da 3 33. 33 140 dəqiqə. Təbii ki, belə bir göstərilən saat yoxdur da, düzdürmü? Biz necə edərik daha rahat? Bu 141 saatımız 60 dəqiqə olduğuna görə 140-ın içində neçə 60 var? 60-a böləndə düşür 2 saat. Yerdə qalan neçə dəqiqə? 20 dəqiqə. Həmin bu 2 saatı 33-ün üstünə gələndə artıq beylir 35 və 2 saat getdi. Axı yerdə sadəcə nə qaldı? 20 dəqiqəsi. Çünki 140 dəqiqə 2 saat 20 dəqiqədir. 35 20. Yenə də belə saat yoxdur təbii ki. İndi daha rahat yol necədir? Deyirik ki, axı müəllim bu 21:00-dan sonra 00 00. Yəni gün tamamlanır axı. Bu da 24 saatın tamamı demək deyilmi? Yəni 35 saatdan həmin bu 24 saatın tamamını çıxanda yerdə neçə qalır? 11 20. Yəni saat 11:20-də mənzilə çatmış olacaq. Qeyd etdiyim kimi müxtəlif cürdə həll edə bilərsiniz. Düşünürəm ki, bu yolla daha sadə olmuş olar. Yəni 24 saatı keçdisə 24 saatını etmək lazım, çıxmaq lazım. Çünki bir günümüz 24 saatla hesablanır. Növbəti suala baxaq. 17-ci suala baxırıq. 17-də A-dan eyni istiqamətdə 18 və 24 km/saat sürətə yola düşən velosipedçilərin ikincisi 3 saatdan sonra 2 saat fasilə etdi. Hələ biz bura qədər baxaq görək. Həmin bunlar 3 saata nə qədər yol gediblər? Eyni istiqamətlidə, baxın burada qeyd edirək. Eyni istiqamətlidə. Sürətlər fərqi, yəni V1 çıxılsın V2. Sürətlər fərqini vururuq tez zamana bərabərdir S. Yəni aradakı məsafəni nə edirik? Tapmış olur. Biri 24 gedəndə, digəri 18 gedir. Yəni hər saatda ondan nə qədər çox yol gedir? 3 saata 24-dən 18-ə 6, 6 üçün 18 kilometr ondan nə olmuş olacaq? Qabaqda olmuş olacaq. Bunu şəkil üzərində göstərək. Məsələn, biri buradadır. Yəni sürəti 18 kilometr böl saat olan. Sürəti 24 kilometr böl saat olan isə buradadır. Və bunlar arasında məsafə nə qədərdir? 18 kilometr. Çünki 3 saat yolda olublar. Və deyir ki, ikincisi 2 saat fasilə etdi. Yəni artıq ikincisi hansı idi? Sürəti 24 olanda uyğun olar. Yəni artıq bu hərəkətsiz qaldı. Digəri isə hərəkətə nə edir? Deyir ki, davam edir. Və 2 saat fasilədə digəri nə qədər yol gedir? Deyir ki, 18 2 saatı 2 vur 18-ə 36 kilometr getmiş olacaq. Yəni ümumilikdə. Artıq bu burada yox. 36 kilometr o deməkdir ki, həmin bu 18-i arada vardı. Bunu tamamlayır. 36-dan çıxanda 18-in yerdə neçə qalır? 18.
və əlavə özü də bu 24 sürəti olan burada qalıb. Əlavə özü də 18 kilometr getmiş olur. Yəni artıq qabaqda olur. Və deyir ki, ikincisi də artıq onun arxasıca hərəkətə düşür. Baxın, burada şəkil üzərində bir daha göstərək. Artıq belə oldu. Sürəti 24 olan arxada, sürəti 18 olan qabaqdadır və bunlar arasında məsafə 18. Dedi ki, sürətlər fərqi, yəni 24 çıx 18, sürətlər fərqini biz zamana vuranda, t-yə vuranda aradakı məsafə həmin bu 18 kilometri almış olur. Onda 6t bərabər olar 18, 18 6-ya böləndə t bərabər olar 3-ə. Yəni 3 saat sonra ona çatmış olar. Bizdən də soruşur ki, birinci velosipedçi yola düşəndən neçə saat sonra ona çatacaq? Ümumi baxırıq ki, deyirik ki, 3 saat əvvəlcədən yolda olunmalı. 2 saat oradakı fasilədə, yəni birinci yenə yoldaydı. Plus 3 saat da bu onun arxasınca düşəndə yenə yolda olmuş olur. Yəni cəmi neçə saat sonra? 3 üstə 3 üzərinə 2, 8 saat sonra. Tam əvvəlcədən saatın soruşduğuna görə cavabımız olur 8. Sondakı vaxtı soruşsaydı 3 götürəcəkdik. Yəni özünün fasilə verdiyi vaxtı soruşmasaydı 6 götürərdik. Amma birinci velosipedçi deyir, hərəkətə başlayana neçə saat sonra ona çatır? Cavabımız olur 8. Keçək növbəti suala. 18-ci suala baxırıq. 18-ci sualda deyir, hər ikisinin rəqəmləri müxtəlif olmaqla minişlərə qədər yuvarışıqda 4000 alınan ən böyük tək ədəd. Ən böyük tək ədəd minişlərə qədər deyəndə ən böyüsünü tapmasının üzrə neçə gəlirik? 499. Yəni ən böyüsü olur 4499. Amma bizə deyir ki, rəqəmləri müxtəlif. Rəqəmləri müxtəlif. Bu ən böyüsüdür. Deməli, yerdə qalan ədədlər hər biri ondan nə olmalıdır? Kiçik. Ən böyüsü olması üçün 4-dən böyük ədəd yaza bilmirəm. Ən böyük ilə 4-ün özünü yazmalıyam. Sonra digər 4-ü yaza bilmirəm. Çünki deyir, rəqəmləri müxtəlif. Rəqəmləri müxtəlif. Onda 4-dən kiçik ən böyük neçə yazaram? 3-ü yazaram. Yəni 4-dən kiçik ən böyük 3-ü yazaram. Buradakı 9 olduğu kimi yerində yazaram. Digər 9-u yaza bilmirəm. Çünki rəqəmləri müxtəlif. 8 yazıram. 8 yazan sonra görürəm ki, bizə deyir tək ədəd. 8 cüt olur axı. Onda 8-dən kiçik, amma ən böyük tək ədəd. Məcbur neçəni yazmalıyım? 7-ni. Yəni deyilən şərtə uyğun ən böyük ədəd oldu neçə? 4397. Yəqin ki, bura qədər aydın. İndi növbətində görək bizə nə deyir? Növbəti ədəd isə deyir. Yüzüşlərə qədər yuvarışıqda 600 alınan ən kiçik tək ədəd. Ən kiçik deyəndə isə yüzüşlərə qədər deyəndə neçə çıxırdıq yoldaşlar? 50 çıxırdıq. Yəni deyirik ki, həmin ədəd neçədir? 550. Sonra baxırıq ki, yenə burada rəqəmləri eyni olan var. Yəni digər ədədlər bu səfər ən kiçiyi 550-dir axı. Digər ədədlərin hər biri bundan nə olmalıdır? Yəni 600 almışsın, böyük olmalıdır. Biz 5-dən deməli ən kiçik olsun deyibəm. 5-dən kiçik ədəd yazmağımız biz üçün uyğun deyil, yəni şərtə uyğun deyil və onsuz yaza bilmirik. Çünki ən kiçik onsuz budur. Böyük yazmağımız da şərtə uyğun olmur. Çünki ən kiçikdir. Onda birinci 5 olduğu kimi saxlayıram, yəni 100 deyilər. İkincisi 5 bu ilə eyni olub. Amma artıq 5-dən kiçik ədəd yaza bilmirəm. Məcburən 5-dən böyük. Amma ən kiçik neçə yaza bilərəm? 6-nı yazıram. Sonra isə 0 yazanda deyirəm, aha, rəqəmlər müxtəlif. Baxırıq ki, amma yenə bizə deyir tək. Deməli 0 yazsam cüt olar, tək olması üçün. 0-dan böyük, amma ən kiçik tək ədəd neçə yazaram? 1-i. Deməli növbəti də oldu neçə? 561. Rəqəmləri müxtəlifdirmi? Bəli. Bizdən də fərqini soruşur. Fərqi deyəndə də artıq rahat şəkildə çıxırıq. 7-dən 1 6, 9-dan 6 3, 13-dən 5 8, 4-dən 1 getmişdi 3. 3836 cavabımız olur A variantı. Qafiyə kimi alındı. Heç bir şey. Keçək növbəti suala. 19-cu suala baxırıq. 240 santimetrlik məftil 1 bölünsün 4 nisbətində 2 hissəyə bölündü. Onda biz deyərik birinə 1x, digərinə deyərik 4x. Bunların cəmi yenə də 240 olmalıdır. Onda 5x bərabərdir 1-dən 4. 5x 240-dırsa x bərabərdir 24-ün içində 5 4 dəfə 40-ı böləndə 8 48. Deməli birinin uzunluğu olub 48, digərin uzunluğu isə 4 8-in 32, 4 4-ün 16, o da 3 19 192. Və yaxud da 240-dan 48-in çıxanda 192. Və deyir böyük hissədən bərabər tərəfli üçbucaq
Yəni böyük hissə 192-dir axı. Bundan bərabər tərəfli üçbucaq adı üstündə bərabər tərəf. Bütün tərəfləri bərabər. Onda üçbucağın bir tərəfi nə qədər olar? 192 böl 3-ə düşər deməli 6 dəfə və 4 64. Yəni bərabər tərəfli o demək ki, bütün tərəfləri bərabər. Sözlə deyirdi onsuz. Bərabər tərəfli. Sonra isə deyir ki, kiçik hissədən kvadrat. Kiçik hissədə 48 axıdır. Kvadratın da yenə də bütün tərəfləri nə olur? Bərabər olur. Və onda 48-i bölərək 4-ə, bütün tərəflər olar neçə? 12, 12 və 12. Bizə deyir üçbucağın tərəfi kvadratıncından neçə santimetr böyükdür? Üçbucağın tərəfi 64, kvadrat 12. 64 12-dən nə qədər böyük? Çıxanda cavab edir 52. D variantı. Növbəti suala baxaq. Və nəhayət 20-ci sonuncu sualın izahına baxırıq. Bir daha qeyd edirəm yoldaşlar, sizlərə bir faydası varsa kanala abunə olub, əsasla bildirişi aktiv etməyi unutmayın. Sizlər də dəstək üçün videonu bəyənib paylaşa bilərsiniz. Baxaq sonuncu sualımıza. Bir bidonun yarısı su ilə dolu olduqda onun tərəzidəki çəkisi 28 kiloqram olur. Bidonu A ilə işarə edək, içindəki suyu da B ilə. Yəni yarısı deyəndə nə etmək lazım? 2-yə bölünmək. Yəni A üzərinə gəl B bölünsün 2 bərabərmiş nəyə? 28. Sonra deyir, əgər bu bidonun boş hissəsinin 4də 1-i qədər, əgər onsuz yarısı doludursa, yarısı boş olur da. Yəni yarı doludursa, yarısı boş. Boş hissəsinin də 4də 1-i, yəni B bölünsün 2-ni 4də 1-ə vuranda məxrəci məxrəcə sürətə 8-də B qədər su əlavə, daha su əlavə olunarsa, doldurularsa, yəni içində B bölünsün 2 qədər varıdır, daha deyir su əlavə olunarsa, üzərinə gəlsək B bölünsün 8 qədər də deyir su. Əlavə edəndə ortaq məxrəci bunlar üçün elə 8-in özüdür. Deməli 2 ilə 8-ə gəlməsin 4-ə vurmalıyıq. 4B, o da 1B, artıq 8-də 5B etmiş olur. Yəni yenə bidon aynən işarə etmiş. Bu səfər üstünə gəl 8-də 5 B bərabərdir, deyir bu dəfə çəkisi 33-ə. Və bizdən boş bidonun çəkisini soruşur, yəni A-nı tapmalıyıq. Burada hər birini yeniləşdirib, B-ləri yeniləşdirib, bir dəfəni də A-nı tapa bilərik. Amma daha rahat yolu tərəf-tərəfə çıxanda elə alar islah olar. Və 2-də B-dən, 8-də 5-dən daha doğrusu, 2-də 1-in çıxanda aşağıdan üstü çıxar. Ortaq məxrəci yenə bunlar üçün 8-də 4-ə vurarıq. Yəni 8-də 5B çıxılsın, 2 4-ün 8, 4-ü B-yə vuranda 4B, 8-də 5B çıx 8-də 4B bərabərdir 33 çıx 28-ə. 5-dən 4-ün çıxanda 8-də 1-i bərabər olur 5-ə. 8-də 1-i 5 olanda 5 bölürük 1-ə 5 və 8-ə vururuq 40. B-ni 40 tapdıq. Yəni bizə boş bidonun çəkisi A lazımdır. Hər hansı birində yerinə qoyub tapa bilərik. Birincisində daha rahatdır. Yəni nə yazmışdıq? A üzərinə gəlsin B bölünsün 2 bərabər 28 deyil miydi? B-nin yerinə 40 qoy. Yəni A üzərinə gəl 40 bölünsün 2 bərabər 28-ə. A da bərabərdir 28, 40-ı 2-yə böləndə çıx 20 olur. A da bərabər olur 8-ə. Yəni boş bidonun çəkisi olur 8 kiloqram. Cavabımız olur Y variantı. Güman edirəm ki, sizlərə faydası olmuş bir video izah olmuş oldum. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti video izahda görüşənədək hələ ki, hələlik.